Röyan bu hərəkətini trində çevrilməlidir. Millət vəkili deyib görək. Bəli, xalq artisti Röya Ayxan 8 mart Beynəlxalq Qadınlar Günü və Ramazan ayı münasibətilə az təminatlı ailələri sevindirir. Belə ki, müğənni 100 az təminatlı ailəyə ən əsası isə qadına maddi yardım edir. Bəli, İfaçın bu nəcib addımı ictimaiyyət tərəfindən rəğbətlə qarşılanıb. Qlobal info xəbərinə görə mövzu ilə bağlı bizim media danışan millət vəkili Arzuxan Əlizadə deyib ki, Röya Ayxanın atdığı bu addım olduqca təqdirə layiqdir. İmkansız insanlara dəstək olmaq, onlara yardım etməyə ehtiyacı olan insanları təkcə bayram günlərində yox, ad günlərində də anmaq böyük səvabdır, hünərdir. Bu addımları təbliğ etmək lazımdır. Cəmiyyətdə digər imkanlı adamlar da bu trendə qoşulmalıdır. Və deyib ki, hər kimə sir deyil ki, imkanlı şəxslər bəzən vəsaitlərini lazım olmayan və məqsədi bilinməyən yerlərə xərcləyirlər. Baxmayaraq ki, çevrəmizdə kifayət qədər diqqətə, qayğıya ehtiyacı olan insanlar var. Elə insanlara maddi, mənəvi dəstək göstərmək hər birimizin borcudurlar ki, imkanlı şəxslər üçün bu həm də vacibdir. Bu mənada Röya Ayxanın nəcib təşəbbüsü təşviq edilməlidir və digər imkanlı şou əhli də trendə qoşulsun. Çalışmalıyıq ki, yaxşı xeyirxah addımlar trendə çevrilsin. Və hörmətli millət vəkili Arzuxan Əlizadə bunu təkcə Röya etməyib, digərləri də etməyib. Şəbnəm Tovuzlu da bunu idi. Küçə süpürən, küçə təmizləyən qadınlara, onun da görüntüləri var. O da çəkib düzdür, çoxları irad tutur ki, niyə çəkirsiniz, niyə göstərirsiniz? O da göstərir hər dəfə. Təkcə Röya yox. Niyə düşünür? Digərləri və o cümlədən də Şəbnəm Tovuzlu da küçə süpürən, təmizləyən, səhər tezdən küçəyə çıxıb onların hər birisinə belə paketlərdə pul, gül hədiyyə edib, onları qucaqlayıb, öpüb, hər arada bir mahnı da zümzümə edib. Trendə ilə Şəbnəm xanım və digərləri də var, onları da qoşmaq lazımdır. Təkcə Röya Ayxan etməyib bunu. Bəli, mənim də tövsiyəm budur ki, kimin imkanı var, kimin maddi durumu yaxşıdırsa, təbii ki, sosial durumu aşağı olan hər bir qadının, elə kişilərin də yanında Novruz bayramında olmaq lazımdır. Onlar da ailə başçısıdır. Onlar da istəyir masaların üstündə şəkərbur olsun, şorqoqalı olsun, qoz olsun, fındıq olsun, nə bilim dadlı, ləziz yeməklər olsun, plov olsun, plovun yanında nə bilim ət olsun, balıq olsun. Etmək lazımdır. Bu doğrudan da təqdirə layiqdir.